Salam, bugünkü mövzu pterygium barədə olacaq. Pterygium sözü biz çox nadir hallarda eşitmişik. Nədir bu pterygium, hardan gəlib? Əslində el arasında biz buna deyirik ki, gözümə ət gəlib. Ət gəlib deyə bu şəkildə gördüyünüz kimi. Gözün bir küncündən, çox vaxtı burun tərəfindən ət gəlir, başlayır bitməyə və yavaş-yavaş çoxala-çoxala gedir, yaxınlaşır bəbəyə. Deməli, bunun səbəbi nədir? Əslində, buynuz qışanın ətrafında 360 dərəcə hüceyrələr var. Biz bunlara sərhədçi hüceyrələr deyirik, limbal hüceyrələrdir, kök hüceyrələrdir. Bu hüceyrələr imkan vermir ki, həmin bu konjunktivanın hüceyrələri gəlsin, tutsun gözün qabağını. Çünki bildiyimiz kimi bu buynuz qışa, gözün bu tərəfi gərək şəffaf olsun. Ona görə də bu sərhədçilər, indi təbiət deyim, Allah Taala deyim, bax, buranı 360 dərəcə hüceyrələri qoyub orada sərhədçiləri ki, keçməsin. Çox vaxtı bəzi səbəblərə görə bu kimyəvi yanma ola bilər. Amma ən əsas səbəb ultrabənövşəyi şüalardır. Bu şüalar elə eləyir ki, həmin bu hüceyrələr burada məhv olur. Bunlar məhv olanda artıq bu ət başlayır bitməyə ora. Bitəndə də dediyim kimi, hətta gəlib göz bəbəyini də tuta bilər. Burada problem nədədir göz bəbəyini tutanda? Bu, biz pterygiumu götürəndə, bu ancaq cərrahi yolla götürülür. Pterygiumu götürəndə onun altında artıq ağ ləkələr əmələ gəlir. Və bu bəbəy gəlib çatsa, bu götürüləndə onun altı biraz ağarmış olsa, insanın görmə qabiliyyəti xeyli düşəcək və artıq onu bərpa olunmur. Ona görə də vaxtında gərək müraciət edəsiniz. Yaxşı, indi gələk sizdə özünüzdə ya qohumlarınızın birində pterygium əmələ gəlib, siz bu əti görürsünüz, nə etmək lazımdır? Əlbəttə ki, qoymayın ki, bu çoxalsın. Onu necə müşahidə edə bilərsiniz? İndi hər adamda smartfon var, telefon var. Telefonla götürüb, kimdənsə xahiş eləyin, telefonla çəksin o əti və 3 aydan, 5 aydan, 6 aydan sonra yenidən çəksin və siz müqayisə edin iki şəkili. Əgər gördünüzsə çoxalıb, onda mütləq həkimə müraciət edin. Yəni ki, qoymayın ki, belə bir vəziyyətə gəlib çıxsın. Əlamətləri nədir? Deməli, dediyim kimi bu dayana da bilər və arta da bilər. Bu xəstəlik aktiv olur ya da aktiv fazadan sonra pasiv olur. Onun əlamətləri nədir? Deməli, qızartı, yaşarma, qaşınma. Bax, belə bir əlamətlər varsa, çox güman ki, bu aktivdir. Cavan insanlarda daha çox ehtimal var ki, o aktiv olsun. Yaşlı insanlarda artıq aktivlik azalır və siz yaşlılarda artıq belə qızartılı az görəcəksiniz. Bu olacaq artıq daha şəffaf, elə qalın olmayacaq. Bu deməkdir ki, pterygium artıq sönür. Getdiniz həkimin yanına, həkim dedi ki, bu artıq əməliyyat olunmalıdır. Çünki bu müalicəsi yoxdur. Əməliyyat nədən ibarətdir? Çox adam fikirləşir ki, bunu götürüb kəsib tullamaqla iş bitir. Düzdür, bunu eləyə bilərsiniz. Amma onda 40-50% ehtimal var ki, yenidən gəlsin. Nəyə görə? Çünki dediyimiz kimi, burada sərhədçilər var. Bu sərhədçilər artıq ölüblər ultrabənövşəyi şüalara görə. Siz bunu kəsib götürəndə o hüceyrələri heç kəs bərpa eləmir. Yəni ki, sərhədçilər yenə də yoxdur. Yenə də bu ətin bitməsinin ehtimalı çox yüksək. Bu halda biz nə edirik? Həmin insanın hüceyrələrini ya aşağıdan, nadir hallarda, ya da yuxarıdan onları götürüb transplantasiya edirik, yəni ki, köçürdürük bura. Əlbəttə ki, nə qədər bu böyükdür, o qədər də çox hüceyrə götürülür. Bundan daha az götürüləcək. Bundan da lap balaca bir hissə götürülüb, bura köçürülür. O hüceyrələri köçürəndə uğurluq ehtimalı 90%-a qalxır. Yəni ki, hər 10 nəfərdən cəmi birində bu pterygium yenidən bitə bilər. Kimdəsə pterygium varsa, onun şəklini mütəmadi şəkildə çəkin, müqayisə edin. Günəş altında çalışın. Ultrabənövşəyi şüaların qabağını alan eynəkdən taxın və əgər pterygium böyüyürsə, vaxtında həkimə müraciət edin ki, əməliyyat uğurlu olsun. Çox sağ olun.